Bu günləri problem nədir? Əslində niyə yine klassik güləşdə qızıl medalımız yoxdur? Niyə həsrət qaldı? Niyə qadın güləşində bir medalımız yoxdur, qızıl medalımız yoxdur? Niyə sərbəst güləşdə hələ ki o nəticə yoxdur? Səbəb nədir? Bəlkə də çox adamlar deyəcək ki, bu problem məşqçi ilə bağlıdır. Bəlkə çox adam deyəcək ki, bu problem daha başqa səbəblər doğuran problemlərdir. Yəni əslində problemin nə olduğunu araşdırmalıyıq. Bu günləri məşqçi deyil. Yəni məsəl üçün U17-də klassik güləşdə olsun, Yunan-Roma güləşində olsun, sərbəst güləşdə olsun, təzə məşqçi dəyişiklikləri baş verib. Hələ komanda özünü tutmur. Məşqçilər tam olaraq heyətlərlə tanış deyirlər, hələ tam istədiklərini aşılaya bilmirlər. Amma əslində problem uşaq güləşindən həll olmalıdır. Əslində bu problemin həlli uşaq güləşindədir. Düzdür, təzə rəhbərlik güləşin inkişafına doğru çox səylər göstərir və bölgələrdə zalların açılmağı ilə bağlı, idmançılara qayğı ilə bağlı müəyyən işlər görür. Amma bu tam deyilmiş. Bu tam deyilmiş. Nəyə görə biz 17-də biz qızıl medala həsrət qalırıq. Ermənistan yığması gəlir Azərbaycanda, Azərbaycanla öz himnlərini səsləndirir. Amma biz öz ölkəmizi, öz himnimizi səsləndirə bilmirik. Bəlkə bu problem kökdən həll olmalıdır. Amma biz bunu görmürük. Gözümüzün qabağında olan problemləri